Ceyhun, deməli insanların çoxsunun ən böyük səhvi maşın alıram deyərək etibarnamə ilə dırnaq içində maşın almasıdır. Niyə dırnaq içində deyirəm? O maşın almaq deyil, sənə etibar olunur maşın. Müəyyən müddətə etibar olunur. 2 ilə, 3 ilə bilirsiniz ki, indi 1 illik verilir. Sən həmin müddətdə öz adına keçirdə bilərsən. Amma bəzi adamlar ona da tənbəllik edir, maşını öz adlarına keçirmirlər və o baş etibarnamənin çox böyük təhlükələri var. Birinci növbədə, tutaq ki, siz bir insandan maşını dırnaq içində alırsınız baş etibarnamə ilə və o vəfat edir. Allah iraq eləsin, hamımızın başına gələ bilər. Həmin anda etibarnamə qüvvədən düşür. Həmin anda etibarnamə qüvvədən düşür. Ondan sonra siz gedirsiniz onun övladlarının yanına və vərəsəlik söhbəti ortalığa çıxır. Orada 2 variant var. Pis variant və daha pis variant. Pis variant ondan ibarətdir ki, sizə deyəcəklər ki, artıq pul xərclənib, hara gedib bilinmir, vərəsələrin marağı da yoxdur. Vərəsəlik, gözdə eləyərik, imkanımız olanda eləyərik, vərəsəlik keçirdərik, baxarıq. Bu yaxşı variantdır. Pis variant nədən ibarətdir? Pis variant ondan ibarətdir ki, vərəsə qayda bilər ki, mən sizi tanımıram. Maşın atam bu barədə, satmaq barədə heç bir söhbət, pul almaq barədə heç bir söhbət eləməyib. Xahiş edirəm, etibarnamə qüvvədən düşüb, maşını qaytarın. Bax, belə insanlar var. Bundan başqa, həmin adam, sizə maşını verən, etibar edən adam heç həyatdadır. Amma belə insanlar var. Yəni, cürbəcür insanlar var. Sizə sınıq saxlaq maşın verib, siz baş etibarnamə ilə, siz gedib maya qoymusunuz maşına. Qəşəng 5.000, 6.000 maya qoymusunuz. Və həmin adam yolda həmin maşını görərək, öz maşınına təzədən vurulur. Bay, mənim maşınım. Və sizə qayıdır, maşını qaytar. Pulumu qaytarıram. Maşını qaytar. Ay qardaş, mən 5-6 min pul qoymuşam. Deyir, bilirsən nə var? Çox dərinə gedərsən, ümumiyyətlə etibarnamədə axı pul söhbəti yoxdur. Mən səndən pul almamışam, etibarnamə vermişəm, etibarnaməni geri alıram. İnan ki, belə adamlar var. Bu ikinci xatası. Üçüncü xatası. Maşını sizə etibarnamə ilə veriblər, həmin adamın biznesdə və yaxud başqa sahədə kredit borcu olub banka və maşın yenidən əldən getdi. Və bundan başqa bir xatası da var. Hətta maşını satanda da çalışın o adamın adına keçirdim. Mən məsəl üçün hansı maşını indiyə qədər satmışam, məcbur eləmişəm, həmin adamı şərt qoymuşam ki, maşını sənin adına keçir. İndi deyəcəklər ki, Aqil müəllim, bəs də suyu üfürə-üfürə içdiniz. Yaxşı, maşını etibarnamə, baş etibarnamə verməkdə nə xata var? Almırıq ki, veririk. Bilirsiniz nə xatası var? Siz ona 1 illik vermişsiniz, düzdürmü? Həmin etibarnamənin vaxtı bitən kimi cərimələr sizə gələcək. O adam nə cərimə eləsə, sizin adınıza gələcək. Və yaxud güclü bir hadisə olsa, etibarnamə də qüvvədən düşüb. Sizi axtaracaqlar birinci ki, sən etibarnamə qutarıb, sən olmuşsan sükan arxasında. Siz uzun müddət sübut edəcəksiniz, yox, mən etibarnamə vermişəm, o düşüb, o adam olub, o qanun susurub. Qardaş, bu qədər söhbətdən sonra siz yenə də baş etibarnamə ilə dırnaq içində maşın alacaqsınız. Kimsə deyə bilər, ay Aqil müəllim, axı rüsumlar az deyil də, tutaq ki 3 manat deyil, 5 manatlı rüsumlar, ona görə keçirtmirik. Qardaş, lap 8 manat olsun. Bəs 80 min siz maşına vermişsiniz. 80 minlik maşın əldən gedə bilər, tutaq ki. Düzdürmü? 4 manat olsun. 40 minlik maşın əldən gedə bilər. Ona görə məsləhətim ondan ibarətdir ki, maşını öz adınıza keçirdirsiniz. Satanda isə o adamın adına keçirdirsiniz. Belə.